Bir mən vardır, məndən içəridə. Yunus Əmrə bunu demişdi. İçimizdə bir dənə məndən biri vardır hər bir kəsin içində. O hər zaman içdiyi hər şeyi qeyd edir. Hətta bu dəqiqə məni dinləyə-dinləyə müəyyən bir fikirlər də ola bilər beynində və yaxud müəyyən bir mən haqqımda müəyyən bir fikirlərin yarana bilər. Bu adam nə gözəl sözlər danışır kimi və yaxud və sair və ilaxır. O heç vaxt yorulmur. Sən yorula bilərsən, sən yata bilərsən, yuxun gələ bilər, amma onun heç vaxt yuxusu gəlmir, onun mürcü tutmur. O hər zaman hər şeyə qeyd edir. Sən 7 plus minus 2 informasiyanı hər an fərqindəsən. Bu mənası o deməkdir ki, sən hər an minimum 5 informasiya, maksimum 9 informasiyanı fərqindəsən. Mən deməmişdən öncə boynunda sep varsa sepin fərqindəydinmi? Və yaxud barmağında üzük varsa üzüyün fərqindəydinmi? Və yaxud paltarın sənə təmas etdiyinin, ayağın yerə dəydiyinin, oturduğun yerin yumuşaqlığının fərqindəydinmi? Mən deməmişdən öncə. Bəzən fərqində olmuruq. Ancaq sənin içindəki sən eyni anda milyonlarla informasiyanın fərqindədir. Məsələn, qabağına bir Colgate-in reklam tablosu çıxarsa, səndən soruşsa ki, qabağında nə gördün, hansı reklam gördün, sən ola bilər ki, deməyə bilərsən, heç fərqində olmaya bilərsən. Ancaq diş pastası almaq istəyirsənsə, sənin əlin Colgate diş pastasına uzanacaqdır. Çünki sənin içindəki o hər şeyi yazır. Allah Taala bizi möhtəşəm yaratmışdır. Diqqət eləsən görəcəksən ki, Allah Taala sanki özü kimi bir varlıq yaratmışdı. Çünki Allah Taala da bildirir ki, mən öz nəfəsimdən sizi yaratdım. Və baxıb görürsən ki, eyni Allah kimi nə mürcü tutur, nə yatır, nə yorulur, qüdrətlidir, möhtəşəm bir varlığı. Allah Taala bizi sonsuz bir potensialda yaratmışdır. Yaxşı, biz öz içimizdəki bu potensialdan necə istifadə edə bilərik? Bunun qaydaları vardır. Mən istəyirəm onun bir dənə ən önəmli qaydalarından birini danışım. Çünki dediyimiz kimi bizim içimizdəki o bir dənə bizdən olan hər daim ağzımızdan çıxan informasiyaların, sözlərin qeyd edir. Məsələn, sən hər hansı bir söz işlədirsənsə, o onu başlayır həyata keçirməyə. Misal üçün, sən deyirsən ki, mən kökəlmək istəmirəm, o kökəlməyə odaqlanır və sən kökəlməyə başlayırsan. Sən birindən nə qədər desən ki, qorxma, qorxma, o daha çox qorxmağa başlayır. Bilirsiniz niyə? Çünki qorxmaqla bağlı təcrübəsi vardır. Qorxma deyəndə o qorxuya fokuslanır, daha çox qorxmağa başlayırsan. Biz öyrənmişik ki, bizə deyiblər ki, gecə vaxtı bismillah deyənə ki, şeytanlar səndən qaçsın. İndi gecə vaxtı bismillah deyən də daha çox qorxmağa başlayırsan. Niyə? Çünki şeytanlar varmış kimi sanki bir təsəvvür gələ bilər. Şeytanlar qaçdılar, uzaqlaşdılar və s. və ilaxır. Deməli, biz diqqətlə istifadə etdiyimiz sözlərə son derəcə diqqət eləməliyik. Onları negativ formada yox, pozitiv formada istifadə etməyimiz çox önəmlidir. Burada bir söz də deyim. Məsələn, dualar edirlər. Deyirlər ki, Allah sən mərdimazardan uzaq eləsin, xatabadan uzaq eləsin. Gözəl dualardır. Ancaq biz mərdimazarı axtarırıq ki, ona uzaqlaşaq, bir deyirik ki, mərdimazarın içindəyik. Xatabanı axtarırıq ki, ona uzaqlaşaq, bir deyirik ki, xatabanın içərisindəyik. Məşhur bir ifadə var. Deyirlər ki, film xortumunu düşünmə. Bax, mən də sənə deyirəm, film xortumunu düşünmə. Yeni düşünməyə başlasan. Sarı bananı düşünmə. Yeni düşünməyə başlayır. Görsən necə işləyir? Sən düşünmə deyirsən, amma o odaqlanır ona və onu düşünməyə başlayır. Ona görə də nə istəmədiyi yox, nə istədiyini bildirəndə daha effektli ola bilər. Məsələn, mən arıqlamaq istəyirəm, bu daha effektlidir. Qorxma sözünə yerinə deyə bilərsən ki, güvən mənə, rahat ol. Və yaxud o sözləri belə dəyişməklə sən enerjini dəyişə bilərsən, qarşıdakı insan təsiri dəyişə bilərsən və ən önəmlisi özünə qarşı olan münasibəti dəyişə bilərsən. Ona görə istifadə etdiyimiz sözlər çox önəmlidir. Onlara diqqət eləsək, həyatımız daha dəyişə bilər. Və bu təbii ki, birinci, ikinci, üçüncü gündə adamda çətinlik yarada bilər. Ancaq mütəmadi olaraq 30-40 gün bunun fərqində olandan sonra istifadə etdiyin sözlərin son dərəcə diqqət edəndən sonra baxıb görəcəksən ki, indiyəcən səni təşkil edən bu qaydalar, keçmişdə öyrəndiklər artıq yavaş-yavaş dəyişilməyə başlayacaqdır. Elə ki, dəyişildin, elə ki, hər şeyə pozitiv formada yanaşmağa başladın, görəcəksin ki, artıq heç bir yerdə negativ görməyəcəksən, hər bir şeydə xeyirli şeylər görəcəksən. İstifadə etdiyin sözlər həm səni, həm də qarşındakini gözəl bir istiqamətə yönəldəcəkdir. Dostlar, bu barədə hər hansı bir fikirləriniz ola bilərsə, şərhləriniz ola bilərsə, bildirə bilərsiniz. İnşallah növbəti videolarımda dəyişimin digər qaydalarından da sizə danışacağım. Sağ olun, salamat qalın.